Bizim arxamızda gördüyünüz 3012 GC dövlət nişanlı Pobeda markalı avtomobil Vəkilov Səməd Vurğun Yusif oğluna məxsusdur. Onu da qeyd edək ki, 1955-ci ildə Vəkilov Səməd Vurğunun Gürcüstanda yaşayan doğma xalası oğlu Bayramov Hüseynalı Musa oğluna 1955-ci ildə hədiyyə edib. Beşinci ildə. 55'ten de bir hesabla bir seyredi. Şəkillərin yanındadır, tanışaram mı? Maşından gidirsən, maşınızı deyil. Tek pasport göstərəndə orada, əlimə alacağım tek pasportu, otaqda bu, dəyəcəm, çəkərsən. Bunlar? O babamdır, benim tanıdığımdır babam. Bir Səməd Vurğunla Babam. İşte. Bu. gələ bilsin. Yox, bak sən də tanıdın. O gün lazım değil. Yok, atanlar da itibar. Borçalı elinin Sadaqalı kəndinin sakiniyəm. Bayramov Hüseynalı'nın kiçik oğluyam. Adınız? Bayramov Fəxrəddin Hüseynalı oğlu. Fəxrəddin qardaş, biz bilmək istəyərdik ki, bax sizin atanızla Azərbaycan şairi Səməd Vurğun xala uşağı olub və onun minik avtomobili də bax buradadır, sizin ailədədir, sizin ailədə saxlanılır. Ümumiyyətlə neçə ildir buradadır, nə vaxt hədiyyə edildi, bax hal-hazırda o maşın biraz nasaz kimidir, onu nə etmək istəyirsiniz? Bax bu otaq, durduğumuz otaqda kimdir, o şəkil kimdir? Bax bu barədə ətraflı tamaşaçılara məlumat. Mən Səməd Vurğunun xalasının nəvəsiyəm. 1955-ci ildə Səməd Vurğun Pobeda markalı maşını mənim atama hədiyyə eləyirdi. Öz xalası olmalı. Deməli, o zamandan bu zamana 75-ə qədər atam işlətdi. Ondan sonra daha saxladıq, işlətmədik. İndi maşın nasazdır. Biraz təmirə ehtiyacı var. Çox yerdən istəyənlər var, fanatları var. Pul təqdim eləyənlər var, təklif eləyənlər var. İndi azı biz razı deyik, istəmirik ki, şəxsi adama kimsə geçsin, aparsın, sürsün, nəsə də istəmirik. Belə qərara gəldik ki, Azərbaycanın Sarıhal kəndində poeziya var, Səməd Vurğunun özünün. Müəyyən şirkətlər, ya qruplar, ya dövlətin özü götürüb aparıb oraya
xatirə kimi orada saxlaya bilərlər. Bu gördüyünüz şəkil də mənim nənəmdir, atamdır. O da Səməd Vurğundur, nənəmlə atamdır. Söylüd nənəmlədir. İki xalanın arasında da Bəli, bəli, bəli. Gələndə də həmişə bu otaqda qalıbdı. Bu evdə yatıbdı. Onun qonaq otağı buradır. Burada olubdu, burada yatıbdı. Müəyyən şəkilləri yenə var. İndi orada çəkib götürürsünüz. O bazı böyük tez-tez mi gələrdi burada? İldə bir dəfə, iki dəfə, nə bilim mən 3 dəfə gələrmişdim. Atamın dediklərini deyirəm. Mən 54-cü də doğulmuşam. Mən uşaq olmuşam. Allah rəhmət eləsin ikisinə də. 56-da rəhmət eylesin. Mən görməmişəm onu. Ümumiyyətlə, bax, siz hədiyyə kimi vermək fikrindəsiniz, yoxsa indi onun marağındasınız və yaxud başqa adamlara niyə təqdim vermək istəmədiniz? Bax, belə... Ona görə istəmirəm ki, başqa adam maşını sürüb, belədən belə gedəcək, belədən belə gedəcək, deyəcək ki, senatorun maşını niyə hazır? Qoy dövlətdə olsun. Sürməyə özüm də sürərəm də, istəmirəm. Bax, belə. Gözləyirsiniz da o... İndi nə vaxt gələrlər, kim gələr? Maşının özü neçənci ildədir? Sənət var? 50-ci ilin maşındır. 50-ci ildə buraxılıbdır. O harada yazılıb, o işarəni göstərin. Bir dəqiqə. Budur bax. Budur bax. 50-ci il. 50-ci il. 1950-ci ildir. 55-də atama hədiyyə eləyibdir. Budur bax, budur yenə var. Atanızın adı da orada. Atamın adı budur bax.